Çox məqampərəstsən, yavaş-yavaş münafiq olacaqsan. Təbrik edirəm səni. Sifəti itirəcəksən. Əsas hörmətli olun. Adam var, hamının yanında o çevrəyə xoş olan sözü danışır. Burada olur, belə danışır. Orada olur, elə danışır. Orada olur, elə danışır. Bilmirsən bu nədir fikri, zikri, məqamı, düşüncəsi nədir? Hər yerdə düşdü, o rəngdədir. Bu münafiqlik əlamətidir. Bu nədən qaynaqlanır? Filan yerdə hörmətsiz olmayayım. Filan yerdə hörmətdən düşməyim. Hamı ilə eyni şəkildə belə adamlar var. Nəyə lazımdır bu hörmət? Bu hörməti ki, haqqın, həqiqətin yolunda xərcləməyəcəksən. İnsanların çoxu hörməti səhv yolla qazanır və səhv niyyətlə qazanır. Əli əleyhissalamla Muaviyə dava edirdi. Əbu Musa Əşəri bilirsiniz nə yaxşı yol tapmışdı. Deyir, ikisini də ittiham edir. Deyirdi, qan tökülləri bunlar. Cəmaat da deyirdi, maşallah sülsevər adamdır, ağıllı adamdır, tərəfdar toplayırdı. Bilirsiniz niyə o getdi, həkəmiyyətdə onu seçdilər? Çünki nüfuz qazanmışdı. Nüfuzun nəyin hesabına? Güya bir tərəfdir. Hər yerdə elə adam bir tərəf olar. Allah insaf versin Əliyə və Muaviyə, ortada müsəlmanlar qırılır. Qəşəng sözdür, qıraqdan gözəl görsənir, cazibəli görsənir. Deyirlər, maşallah, bu əldən də yaxşıdır, Muaviyədən də. Haqqın tərəfini tuta burada, haqq söz danışa, hörmətini ki yığmışdı, onu xərcləyə, belə şeylərin fikrində deyil. Bir məsələdə var, Quran ona işarə edir, onu da demək istəyirəm sizə. Ən pis xislətlərdən biridir bu. Bunlar hamısı sizə gərəklidir. Bunu, mən bir gün olmasam, ölsəm də bunları eşidib mənə rəhmət oxuyarsınız. Bunlar lazımlı sözlərdir. Quran-ı Kərimdə bir xislət var, ən pis xislətlərdən biridir. Neçə yerdə var, mən biraz yumuşağını seçmişəm. Ən tünd sözləri Allah Quranda belə adamlar haqqında deyir. اَلَّذ۪ينَ يَتَّخِذُونَ الْكَافِر۪ينَ اَوْلِيَاءَ مِنْ دُونِ الْمُؤْمِنِينَ اَيَبْتَغُونَ عِنْدَهُمُ الْعِزَّةِ فَاِنَّ الْعِزَّةَ لِلّٰهِ جَمِيعًا. Nə gözəl ayədir bu. Buyurur ki, bəzi insanlar möminləri qoyub kafirləri özünə dost tutur, kafirləri sevirlər. Dalıyca soruşur ki, onların yanında izzət axtarırlar, hörmət axtarırlar, bilsinlər ki, izzət bütövlükdə Allaha məxsusdur. İzzətin sahibi Allahdır. Ən pis xislətlərdən biri budur ki, insan çalışsın ki, düşmənin yanında hörmət qazansın, düşmənin rəğbətini qazansın. Düşmən yanında əziz olmaq istəmək insanın içində olan ən zəif xislətlərdən biridir. Siz o qədər pak adamlarsınız ki, siz başa düşməzsiniz bunu. Amma bu xislət insanlarda var. Düşmən məni sevsin, məni xoşlasın. Elə bir şirinliyi var bunun, yağ kimi yayılır.